Kiçik bir təpə Şuşanın mənzərəsini bağlamışdı. Cənuba doğru ermənilərin Bibliyadakı çoban yaylaqlarını xatırladan yamyaşıl otlaqlar uzanırdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çöllərində itirdi. Oradan səhranın qızğın nəfəsi, zərdüştün odu əsməkdə idi. Lakin başımızın üstündəki ağaclar sakit və hərəkətsiz idilər. Elə bil, qədim dövrün ilahələri oranı yenicə tərk eləmişdilər. Bizim tonqaldan çıxan tüstü bəlkə də onları müqəddəsləşdirirdi. Al-əlvan xalçalar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalçanın üstündə kef çəkən gürcülərlə mən oturmuşdum. Ocağın ətrafı şərab qədəhləri, meyvə, üst-üstə qalanmış tərəvəz və pendirlə dolu idi. Bulağın yanında da sadarilər, səyyah musiqiçilər oturmuşdular. Onların əlindəki alətlərin elə adı musiqini xatırladırdı. Dairə, çinuri, tara, diplipito. Onlar bir bayatı, lirik bir məhəbbət mahnısı oxuyurdular. Bu mahnını yad mühitin cazibəsini artırmağı sevən şəhərli gürcülər arzu eləmişdilər. Əgər latın dili müəllimimiz burada olsaydı, şəhərli gürcülərin kənd şəraitinə uyğunlaşmaq cəhdini Dioni əhval-ruhiyyəsi adlandırardı. Nəhayət, bu şən kurort qonaqlarını Şuşa yaxınlığındakı meşəciyə gecə ziyafətinə dəvət eləyən Küpiyani ailəsi gəlib çıxdı. Ninonun atası düz qabağımda oturmuşdu və o, tamada rolunu yerli ziyafət mərasiminin şərtlərinə uyğun olaraq ifa edirdi. Onun parlaq gözləri və qalın qara bığları var idi. Qırmızı sifətli Küpiyani əlindəki qədəhə qaldırıb içdi. Mən də bir qurtum içdim. Başqa vaxt olsaydı içməzdim. Amma tamada tələb eləyəndə içməmək nəzakətsizlik olardı. Qulluqçular bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyə bilərdi və doymazdı. Çünki Pexaçpür bulağının suyu da Qarabağın saysız hesabsız möcüzələrindən biri idi. Suyu içdikcən süfrədə üst-üstə qalanmış bol yemək də azalırdı. Ocağın şölələnən işığında Ninonun anasının profilini gördüm. O, ərinin yanında oturmuşdu və gözləri gülürdü. Bu gözlər bir zamanlar cadugar Medeyanın Argonavt Yasonla görüşdüyü Rion düzənliyinin, Mingreliyanın yaratdığı gözlər idi. Tamada qədəhi qaldırdı. İçək möhtərəm Didiyaninin sağlığına. Uşaq baxışlı bir qoca təşəkkür elədi. Bununla da 3-cü dövrə başlandı. Qədəhlər boşaldı. Heç kim sərxoş olmamışdı. Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi sevirlər. Amma ağılları təmiz və şəffaf qalırdı. Meşəcikdə kef məclisi düzəldən təkcə biz deyildik. Ağaclıq saysız hesabsız ocaqlarla dolu idi. Çünki bütün Şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef məclisləri səhər açılana kimi davam edirdi. Xristianlar və müsəlmanlar müqəddəs meşəciyin bütləri xatırladan ağaclarının kölgəsi altında birlikdə şənlənirdilər. Mən yanımda oturan Ninoya baxdım. O gözlərini yana çəkdi. Ağ saçlı Didiani ilə söhbət eləyirdi. Bu da adətin bir əlaməti idi. Qocalara hörmət, cavanlara məhəbbət. Qoca dilləndi. Siz gərək bir dəfə mənim yanıma Zuqdudi sarayına gələsiz. Sarayım Rion çayı qırağındadır. Bir zamanlar Midiya kölələri burada qoyun yunu ilə qızıl toplayırdılar. Əli xan, siz də gəlin. Siz Mingreliyanın balta dəyməmiş tropik meşələrini və qədim ağaclarını görərsiniz. Məmnuniyyətlə, möhtərəm dedi, yəni gələrəm. Amma ağaclardan ötürü yox, sizə görə gələrəm.
Niyə ağaclara qarşısız? Mənim üçün ağaclar kamil həyatın təcəssümüdür. Nino söhbətə qarışdı. Əli xan uşaq cindən qorxan kimi ağaclardan qorxur. O dərəcədə də yox. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də səhra əzizdir. Möhtərəm dedi yəni. Ağacların olduğu dünya məni karıxdırır, çaşdırır. Bu dünya vahimə və tapbaca ilə, cin və şeytanlarla doludur. Baxış sahəsi dardır, keçilməz və qaranlıqdır. Günəş şüaları ağacların kölgəsində hərarətini itirir. Hər şey alatoran və qeyri-realdır. Meşənin kölgəsi məni sıxır. Budaqların xışıltısını eşidəndə isə kədərə qərq oluram. Mən sadə şeyləri sevirəm. Külək, qum və daşları. Səhra qılınc zərbəsi kimi sadədir. Meşə isə qordi düyünü kimi dolaşıqdır. Mən meşədə çaşıb qalıram, möhtərəm Didiyani. Didiyani fikirli-fikirli mənə baxdı və dedi, sizdə səhra adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır. İnsanları meşə adamlarına və səhra adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu səhradan gəlir. Səhrada isti külək və qızmar qum insanları sərxoş eləyir. Səhra dünyası sadə və problemsiz bir dünyadır. Meşə isə suallarla doludur. Yalnız səhra sual vermir, məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılcımı meşədən gəlir. Səhra adamı, yəni gördüyüm və təsəvvür elədiyim səhra adamı yalnız bir hissə və bir həqiqətə malikdir. Bu iki şeydir onun daxilində olan. Meşə adamı isə çox sifətlidir. Təəssübkeşlər səhradan gəlirlər, yaradıcılar isə meşədən. Şərqlə qərb arasında əsas fərq elə budur. Danışır London, efirdə BBC radiosudur. BBC Azərbaycan xidmətinin Danışan Kitablar rubrikasında Qurban Səidin Əli və Nino romanından parçaları dinləyirsiniz. Romanı Azərbaycanın xalq artisti Rasim Balayev təqdim edir. Bu roman barədə fikir və düşüncələrinizi bizə bildirin. Bakıda avtocavab telefonumuzun nömrəsi 465 68 92-dir. Mobil telefonla göndərilən SMS mesajları üçün nömrəmiz 208 88 55. Elektron poçtumuzun ünvanı isə belədir. azeri@bbc.co.uk. Əli və Nino romanının oxunuşunu davam edirik. Ən adlı sanlı erməni sülaləsindən olan Gömbul Məlik Naxararyan
bax bu səbəbdən biz ermənilər və gürcülər meşələrdə yaşayırıq deyərək söhbətə qarışdı. Domba gözləri və qalın qaşları olan bu adam filosofluq eləməyə və sərxoşluğa meyl göstərirdi. O qədəhini mənim sağlığıma qaldırdı və bərkdən dedi: Əli xan, qartallar dağlardan çıxır, pələnglər cəngəllikdən. Bəs səhradan nə çıxar? Aslanlar və döyüşçülər, deyə mən cavab verdim və Nino razı halda əl çaldı. Kabab payladılar. Qədəhlər yenə də dolub boşaldı. Gürcü şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naxararyanla nə isə müzakirə eləyirdi. Nino da fürsətdən istifadə eləyib, şən və sual edici baxışını mənə zillədi. Mən başımı razılıq işarəsi olaraq tərpətdim. Artıq qaranlıq çökmüşdü. Ocaq işığında insanlar cinlərə, yaxud quldurlara bənzəyirlər. Heç kim bizə fikir vermirdi. Ayağa durub, yavaş-yavaş bulaq tərəfə getdim. Əyildim, ovucumla su götürüb içdim. Su adama ləzzət verirdi. Bir xeyli orada dayanıb, əksi suyun üstünə düşən ulduzları seyr elədim. Arxamdan addım səsləri gəldi. Quru bir çubuq balaca ayağın altında şaqqıldadı. Əlimi uzatdım və Nino dərhal əlimi tutdu. Biz yeriyə-yeriyə meşənin dərinliyinə kimi getdik. Ağaclar bizə qaşqabaqlı və narazı halda baxırdılar. Ocaqdan uzaqlaşmağımız düzgün iş deyildi və Nino balaca bir çəmənlikdə oturub məni yanına dartdı. Həmişə şən və şad olan Qarabağda ciddi sərt adətlər var idi. Qoca Mustafa mənə vahimə içində danışdı ki, 18 il bundan qabaq Qarabağda bir ailədə sədaqət pozulmuş və bunun nəticəsində də o zamandan bəri meyvə məhsulu azalmışdı. Biz bir-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun və müəmmalı idi. Prinses deyə ona müraciət eləyəndə Nino mənə yandan baxdı. Artıq 24 saat idi ki, o prinses olmuşdu və atasının knyaz rütbəsi barədəki iddiasını Peterburqda sübuta yetirib təsdiq etdirməsi də 24 il çəkmişdi. Bugün səhər Peterburqdan bir telegram gəlmişdi. Qoca itirdiyi anasını tapan uşaq kimi sevindi və hamımızı gecə ziyafətinə dəvət elədi. Prinses deyə mən təkrar elədim və onun üzünü əllərimin arasına aldım. O müqavimət göstərmirdi. Ola bilsin ya kaxitiya şərabını çox içmişdi, yaxud da onu sərxoş eləyən meşə və ay idi. Mən onu öpdüm. Onun ovucları yumuşaq və isti idi. Bədəni də müqavimət göstərmirdi. Biz yumuşaq mamırın üstündə uzanmışdıq və Nino mənim üzümə baxdı. Mən onun qız döşlərinin gilələrinə toxundum. Nino'nun daxilində oyanan qəribə hisslər mənə də keçirdi. Cismani həyatın saadəti onu artıq cəngin almışdı. Onun gözləri qapanmışdı. Sifəti nazilmiş və ciddiləşmişdi. Donunun yaxasını açdım. Ay işığında bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. O isə mənasız həsrət, arzu və qızğınlıqla nə isə danışırdı. Üzüm Nino'nun balaca döşləri arasında itdi və mən onun vücudunun ətrindən və dərisinin azacıq duzlu dadından məst olmuşdum. Onun dizləri əsirdi
gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşları öpür və nəm yanaqlarını dodaqlarımdan qurudurdum. O, ayağa durdu və sustu. İndi ona təkan verən yalnız daxilindəki müəmmalı hisslər idi. Mənim Ninomun hələ 17 yaşı var idi və o müqəddəs kraliçə Tamaranın liseyinə gedirdi. Sonra dillənib dedi, mənə elə gəlir ki, səni sevirəm, Əlixan. Hətta indi prinses olduğum halda da sevirəm. Deyəsən, prinsesliyin uzun çəkməyəcək, deyə mən cavab verdim. Nino sözümü başa düşmədi və çaşqınlıqla dedi, nə demək istəyirsən? Yəni, Çar bu ünvanı bizdən alacaq? Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Xan ünvanı da gözəl ünvandır. Nino əllərini boynunun ardında birləşdirdi. Başını dala atdı və güldü. Xan. Bəlkə elə xan xanımı. Belə bir ünvan heç mövcud da deyil. Və ümumiyyətlə, sənin qəribə evlənmə təklifi irəli sürmək üsulun var. Əgər bunu nəzərdə tutursansa, mən bunu nəzərdə tuturam. Ninonun barmaqları üzümü tumarladı və saçlarımda itdi. Bəs birdən hə dedim, onda sən Şuşa yanındakı meşəni xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan, eləmi? Mənə elə gəlir ki, hə. Toy səyahətinə də sən Tehrana əminin yanına gedəcəksən və mən orada xüsusi nəzarət altında şahənşahın hərəminə baş çəkəcəm. Çoxlu gömbul arvadla çay içib söhbət eləməli olacam. Nə olar ki? Ondan sonra mən səhranı gəzə biləcəm, çünki orada mənə baxa biləcək bir ins-cins yoxdur. Yox, Nino, sən səhranı gəzib ona baxmalı deyilsən, çünki xoşuna gəlməyəcək. Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb. Bəlkə doğrudan da sənə ərə gedəcəm, Əlixan. Amma heç fikirləşmisənmi ki, biz meşə və səhradan başqa nələrin öhdəsindən gəlməliyik? Nə deyirsən? Əvvəlcə bir müsəlmana ərə getdiyim üçün atam və anam qəmdən öləcəklər. Sonra sənin atan lənət oxuyub tələb eləyəcək ki, mən İslamı qəbul eləyim. Bunu da etsəm, atamız Çar, xristianlıqdan döndüyümə görə məni Sibirə sürgün eləyəcək, səni də təhrik etdiyin üçün mənə qoşacaq. Mən gülə-gülə cavab verdim. Sonra da biz Şimal Qütb dənizinin ortasında bir buz parçasının üstündə oturacağıq və iri ağ aylar bizi tikə-tikə eləyib yiyəcəklər. Yox, Nino, bu o qədər də pis olmayacaq. Sən İslamı qəbul eləməməlisən. Valideynlərin qəmdən ölməyəcəklər. Toy səyahətinə də biz Parisə, Berlinə gedəcəyik ki, sən Bois Boulonnun ağaclarına və Berlinin məşhur heyvanxanasına tamaşa eləyəsən. İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi. Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var. Qaçmıram ki. Məktəbi qutaran kimi valideynlərimizlə danışarıq. Ancaq məni qaçırtmalı deyilsən. Xahiş edirəm, təkcə bunu eləmə. Bilirəm, siz də bunu necə eləyirlər. Qızı tutub yəhərə atırsınız və dağa qaçırırsınız. Nəticədə də Kipiyani ailəsi ilə Gürcü qan davası başlanır. Nino
birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü. Üzü, əlləri, ayaqları, bütün dərisi. O bir ağacın gövdəsinə söykəndi. Məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun qənşərində durmuşdum. Ağacın kölgəsi altında o, özünü meşiyə salan və ovçudan qorxan bir heyvana bənzəyirdi. Gedək, deyə Nino dilləndi və biz meşənin içindən böyük tonqalın yanına qayıtdıq. Yolda qəflətən onun ağlına neysə gəldi. Yerindəcə dayandı və yuxarı, aya baxmağa başladı. Bəs uşaqlarımız, onlar hansı dinə mənsub olacaqlar, deyə təşvişlə soruşdu. Mən də qeyri-müəyyən şəkildə dedim. Mütləq ən yaxşı və təmiz dinə. O, inamsızlıqla mənə baxdı və bir müddət sustu. Sonra qəmgin halda gileyləndi. Ümumiyyətlə, mən sənin üçün çox yaşlı deyiləm. Mənim bu yaxınlarda 17 yaşım olacaq. Sənin gələcək arvadının indi 12 yaşı olmalıydı. Mən onu sakitləşdirdim. Yox, o mənim üçün çox yaşlı deyildi. Ən pis halda həddən artıq ağıllı idi. Ağıllı olmağın həmişə üstünlük demək olduğunu heç kim qəti bilmir. Bəlkə şərqdə biz hamımız tez həddi buluğa çatır, qocalır və ağıllaşırıq. Ancaq bəlkə də biz hamımız birlikdə axmaq və sadəlövük. Bunu bilmirdim. Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdılar. Amma hamıdan çox özümü çaşdırmışdım. Bəlkə mən də Kaxetiya şərabından çox içib bir səhra qulduru kimi məhəbbətin sükutlu bağçasında bihuş olmuşdum. Həqiqətdə isə Nino heç səhra quldurunun qurbanına oxşamırdı. O sakit, qəti baxışlarla qabağa baxırdı. Biz yenidən Pexaçpür bulağına qaydanda göz yaşlarından, gülüşlərindən və incə coşunluğundan onda əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın qırağında oturdum və birdən hiss elədim ki, dodaqlarım yanır. Pexaçpür bulağının suyunu qədəhimə doldurub tələsi içdim. Qədəhi süfrəyə qoyarkən Məlik Naxararyanla baxışlarımız rastlaşdı. O mənə dostcasına, qayğı ilə və birazca himayətkarcasına baxırdı.